Mənim adım Rəşid İsmailzadə. Bizə nişanların mənası nədir? Məsələn, stop işarəsi görəndə maşın 4 təkər dayanmalıdır. Əgər hərəkət yoxdursa, onda maşınla gedə bilərsən. Yaxşı, bir gün uşaqların beynəlxalq müdafiəsi günüdür. Həmin gün üçün bütün uşaqlara nə arzulayardın? Həmin günü arzulayardım ki, həmişə məktəbdən 5 alsınlar, ağıllı olsunlar, həmişə sağlam olsunlar. Və sənin öz arzun nədir? Nə olsa sən üçün sevinərdin? Quliyeva Hənifə, yol nişanları, yolda necə hərəkət etməliyik, işıqforu, sonra avtomobilləri necə sürməliyik, necə hərəkət etməliyik yolda. Bəs bir gün uşaqların beynəlxalq müdafiəsi günüdür. Həmin gün üçün dünyadakı bütün uşaqlara nə arzulayardın? Özləri nə istəyirlərsə, öz arzularına çatırlar. Bəs sənin arzun nədir? Mənim arzum rəsmlə məşğul olam və istəyərdim ki, çoxu belə flomasterlarım olsun, rəsm ləvazimatları. Qeyd edim ki, Baş Dövlət Yol Polis İdarəsi bu günləri bir saylı Gənclər İnkişaf Uşaq Mərkəzinin şagirdlərlə birgə 1 iyun Beynəlxalq Uşaqlar Müdafiəsi gününə həsr olunmuş tədbir həyata keçirilmişdir. Bu tədbirin həyata keçirilməsində əsas məqsəd uşaqların ibtidai biliklərinin yenilənməsi, yol hərəkəti qaydalarının onlara aşılanması, uşaq travmatizmin qarşısının alınması və gələcəkdə heç bir şagirdimizin, uşağımızın yol hərəkəti qurbanına çevrilməməsi, yol hərəkətinin qəzasının iştirakçısı olmamasıdır. Burada da valideynlərdən də, müəllimlərdən də xahişimiz, tövsiyəmiz, yaratdığımız fürsətdən istifadə edə bildirmək istədim ki, hər birindən xahişimiz mütəmadi olaraq uşaqlara, şagirdlərə yol hərəkəti qaydalarını aşılasınlar. Uşaqlar bizim gələcəyimizdir. Onlar bizim ən prioritet məsələlərimizdən birisidir ki, onların iştirakı ilə bağlı heç bir qəzanın baş verməsini istəmirik və hər bir uşaqlardan da, hər bir uşaqlara, bütün uşaqlara tövsiyəmiz yol hərəkəti qaydalarına ciddi riayət etsinlər.